Salamlar. Bu videoda bölmə 4-ün praktiki taskların həllini sizə izah edəcəm. İlk taskdan başlayaq. İstifadəçidən ədədlər siyahısı almalıyıq. Bunun üçün input funksiyasından istifadə edəcəyik və daha sonra listdəki bütün ədədlərin kvadratını hesablamalıyıq. İlk öncə bir def funksiyonu yazmalıyıq o zaman, hansı ki bizim listimizdəki ədədlərin kvadratını hesablasın və list funksiyasından da istifadə etməliyik. Çünki biz inputdan istifadə etdikdə bizim daxil etdiyimiz məlumat data string tipində olur. İlk öncə def funksiyamızı yazaq. Kvadrat hesablama deyirəm adına. Və inputu ədədlər olsun, hansı ki listimizin adıdır. Mən funksiyaya list göndərəcəm və buna görə mənə boş bir list lazımdır ki, listdəki ədədlərin kvadratını hesablayıb həmin boş listə əlavə edim. Bunun üçün for dönüşündən istifadə edirəm. In ədədlər listimdə və daha sonra deyirəm ki, nəticə listinə append et, hansı ki i'nin kvadratını. Və sonda mənə təbii ki o yeni yaratdığım listi göndər. Funksiyamı yazdım. İndi ikinci mərhələdə mənə giriş ədədlər lazımdır. Bunun üçün inputdan istifadə edirəm və deyirəm ki, daxil edin. Və daha sonra user burada daxil etdikdə biz demişdik ki, inputa daxil olanlar string tipində olur, yəni. Onu uyğun taypa çevirmək lazımdır. Bu səbəbdən bir list yaratmalıyam. Ədədlər, hansı ki list funksiyasından istifadə edirəm. Və daha sonra map funksiyasından istifadə edərək daxil etdiyim giriş inputunu boşluqlarla bölürəm və onu int formasına gətirirəm. Yəni mən burada user daxil etdikdə bunu vergüllə ya da boşluqla da daxil edə bilər. Mən burada boşluqla nəzərdə tutmuşam. Yəni 1, 2, 3, 4 deyək. Bunların hamısı bir dırnaqda bir string kimi gedəcək. Amma mən funksiya yazaraq onu boşluğa əsasən split edirəm, yəni bölürəm və daha sonra hər birini integer taypa çevirirəm. Bunun üçün də map funksiyasında bizim funksiyamız int olur, hansı ki int taypına çevirir və listim giriş nöqtə split olur. Hansı ki split onu parçalayır və list yaradır. Və artıq budur. Yəni mən listimi aldım. Və daha sonra funksiyadan istifadə edərək deyirəm ki, mənim listimdəki ədədlərin kvadratını tap. Bunun üçün funksiyanı çağırıram və ona listimi göndərirəm. Ədədlər deyirəm. Run etdikdə ilk öncə boşluqla listi daxil edək. Budur. Yəni gördüyünüz kimi hər birinin kvadratını hesablayıb mənə çap etdi. İkinci tapşırığımızda isə bizdən yeni ədədlər daxil etməyimizi istəyir və onlardan yalnızca tək ədədləri seçib ikimisini hesablamalıyıq. Bunun üçün həm def, həm də lambda funksiyasından da istifadə edə bilərik. Mən sadə olsun deyə lambda funksiyasından istifadə edəcəm. İlk öncə bizə input lazımdır. Bunun üçün yeni bir list yaradırıq. Hansı ki deyirik ki input ədədlər və daha sonra onu ayrıca istəyirsiniz burada da split edə bilərsiniz. Mən boşluqla daxil edəcəyim üçün boşluğa əsasən split eləyərək list yaradıram. Və daha sonra onun tək ədədlərini seçib 2-yə vururam.
İlk öncə e, bir gedək. İlk öncə integer type-a çevirməliyəm. Yəni map int sayılar deməliyəm. Hansı ki bu onu string tipinə, integer tipinə çevirir. Və daha sonra mən ona filtr verməliyəm. Hansı ki yalnız tək ədədlər seçməliyəm. Filtrdə də demişdik ki, ilk funksiyamızı yazırıq. Bu səbəbdən deyirəm ki, filter bir gedək. O zaman sonda birləşdirərik. Məsələn, bu mənim list birim olsun. Daha sonra list 2 yaradıram. Hansı ki filter deyirəm. Funksiyam lambda ilə yazıram. Lambda x. Mən burada tək ədəd olub olmadığını tapmalıyam ilk öncə. Bunun üçün deyirəm ki, 2-yə bölünəndə qalığı sıfırdan fərqli olsun. Və mənim siyahım burada artıq list 1 olur. Və artıq mən burada tək ədədlərimi tapdım. Bu səfər yenidən bir funksiya yazmalıyam. Hansı ki, bu dəfə filtr verdiyim tək ədədləri 2 mislini tapmalıdır. Bunun üçün mapdən istifadə etməliyəm artıq. List 3-də isə yazıram ki, map və yenə burada lambda funksiyasından istifadə edirəm. X 2 misli dediyi üçün x olsun 2 və bu dəfə listim list 2 olur. Hansı ki filtr verdiyim. Və sonda bunu list type-ına da çevirməliyəm. Və bitdi. İndi isə list 3-ü ekrana yazdıraq və run edək. İlk öncə ədədləri daxil edək. Gördüyünüz kimi tək ədədləri tapdı 1, 3, 2 mislini hesabladı 2 və 6. Bəs bunu bir sətirdə necə yaza bilərik? Bunun üçün deyirəm ki, list yeni bərabərdir. Burada artıq sondan yuxarıya doğru gedirik. List map lambda x artıq burada 2 mislini tapırdıq. List 2 nədir? Filtr verdiyim bu. Bunu götürürəm, bura qoyuram. List birim nədir? Map int sayılar demişdik. Budur. List 1-in yerinə isə onu yazıram. Və budur, bitdi. Mötərizələri də qoyduq. Və sonda list yenini çap eləmək istəyirəm. 2-6. Yəni gördüyünüz kimi. Artıq burada input daxil eləmişdik deyə burada yenidən daxil etmədi, amma onu da əlavə edə bilərik. Və əlavə edək. 1, 5, 7, 8, 4, 6 deyək. 1-in tək ədəd tapdı 2 misli 10, 2 misli 2, 5-in 2 misli 10, 7-in 2 misli 14. Keçək üçüncü taskımıza. Burada bizdə istifadəçidən 2 ədəd daxil edildi. Yəni yenidən input funksiyasından istifadə etməliyik və bölmə əməliyyatını yerinə yetirməliyik. Nəticəni ekrana yazdırmalıyıq. Burada try except blokundan istifadə edəcəyik. Əgər ədədlər düzgün daxil edilməzsə və ya sıfıra bölmə cəhdi baş verirsə, buna uyğun mesaj göndərməli. Burada 2 except olacaq. Bir value error, hansı ki düzgün ədəd daxil edilmədikdə, bir də sıfıra bölmə zero division error. Yəni çünki hər iki ədədi istifadəçi daxil edir və ona heç bir məhdudiyyət qoyulmasa, o sıfır da daxil edə bilər, string tipdə daxil edə bilər, normal ədəd də daxil edə bilər. Yəni artıq buradakı errorları nəzərə almaq lazımdır. Bu səbəbdən try blokumu yazmağa başlayıram. Hansı ki A-ya deyirəm ki, int tipində input daxil etsin. Input
Sonra B-ni deyirəm yenidən int tipində input daxil etsin və nəticə olaraq deyirəm ki, bərabərdir A bölünsün B. Daha sonra except blokuna keçirəm. Print hissəsini try-də də yaza bilərsiniz, amma mən sonda else ilə yazmağı daha çox üstünlüyü verirəm. Və ilk öncə error olaraq value error deyirəm. Burada isə kod bloku olaraq deyirəm ki, value error oldu. Və sonra keçirəm ikinci except blokuma. Burada zero division hansı ki sıfıra bölmə error demişdik. İsim birlikdə də yaza bilərsiniz, ayrı-ayrı da yaza bilərsiniz. Heç bir fərqi yoxdur. Zero division deyək burada. Və sonda mənə ekrana yazdırmağımı istəyir nəticəni. Yəni try bloku düzgün işlədikdə bu zaman else-dən istifadə edirəm. Deyirəm ki, else try bloku düzgün olduqda işləyir. Mənə əgər problemsiz işləsə, print olaraq nəticəni qaytarsın. Nəticə. Və run edək. 2 deyirik. 4 deyirik. 0.5. Yəni mənim burada try blokum düzgün işlədiyinə görə mənə bu exceptləri pas keçir və else qaytarır. Bir də run edək. Bu zaman 2, bir də A deyirəm və mənə value error verir. Çünki A int tipində deyil. Yəni onu intə çevirdikdə errorla qarşılaşır. Bu səfər sıfıra bölmə deyək. Burada da artıq məxrəcimiz sıfır olduğuna görə zero division errorunu verdi. Dördüncü taskımızda bizdən yenidən istifadəçidən ədədlər siyahısı daxil etməsini istəyirik və əgər ədədlər yanlış daxil edilərsə, bu zaman error çıxmalıdır. Düzgün daxil edilənlərdən isə 5-dən böyük olanları seçib ekrana yazdırmalıyıq. Bunun üçün bir neçə üsuldan istifadə edə bilərik. Hansı ki, try except blokundan istifadə etməliyik və daha sonra da filtrlə ondan 5-dən böyükləri filtr verməliyik. İlk öncə try except blokunu yazaq. Çünki deyir ki, əgər ədədlər düzgün daxil edilibsə filtr ver. Bunun səbəbindən try deyirəm. Və input götürürəm user'dan. Bunu mən bütöv halda yazıram tək sətirdə, hansı ki mənim dəyərim, dəyişənim list halında olmalıdır və integer type-da olmalıdır. Bu səbəbdən map'dən istifadə edirəm, hansı ki hər birini integer type-a çevirsin. Funksiyam int'dir və daha sonra deyirəm ki input nöqtə split. Bu qədər sadə. Input mənim daxil etdiyim, mən boşluqla daxil edirəm deyə split boşluq qoydum. Boşluqla daxil etdiyim dəyəri split edir, bölür və daha sonra hər birini int type-na çevirir map funksiyası ilə və sonda hamısını birləşdirərək list yaradır. Və daha sonra keçirəm except hissəsinə, hansı ki bizdə dedi ki, ədədlər yanlış daxil edilərsə, yəni value error olarsa, bu səbəbdən errorumu yazıram. Və print value error deyirəm.
Və daha sonra burada else istifadə edirəm. Çünki əgər try blokum düzgün işləyibsə, deməli mənim ədədlərim düzgün daxil edilib və artıq orada filtr verirəm. Burada artıq yeni list deyirəm və filtr funksiyasından istifadə edərək 5-dən böyük olanları seçirəm. Bunun üçün lambdadan istifadə edirəm funksiya hissəsində. Lambda x böyükdür 5 deyirəm. Siyahım isə giriş olacaq və deyirəm ki, sonra print yeni list. Run edək. İlk öncə errora baxaq. Mənə value error verdi, çünki biri string type-dadır. Və daha sonra düzgün versiyasına baxaq. 2, 6, 7, 8. Gördüyünüz kimi 5-dən böyük olan 6, 7 və 8-i mənə qaytardı. Beşinci taskımızda bizdən sözlər siyahısı alır. Burada artıq boşluqla deyil də vergüllə fərqlənsin və həmin sözlərdən palindrom olanları tapıb ekrana yazdırmağımızı istəyir. Palindrom dediyimiz kimi tərs oxunsa da, yəni soldan sağa, sağdan sola fərqi yoxdur. Hər iki halda eyni sözdürsə bu palindrom söz adlanır. Bunun üçün ilk öncə biz siyahını alırıq. Hansı ki deyirik ki, bizim siyahı bərabərdir input, yəni user'ın daxil etdiyi siyahı və daha sonra biz onu list halına çevirməliyik. Bunu elə burada edək. Çünki biz sonda list halında işləyəcəyik. List deyək və həmin sözlərdə splitlə bölməliyik. Yəni çünki biz vergüllə daxil etmişik, onları vergülə görə bölüb list halına salmalıyıq. Bu səbəbdən nöqtə split vergül deyirəm. Və daha sonra palindrom sözlərə filtr verməliyik. Bunun üçün lambda funksiyasından istifadə edəcəyik və filtr funksiyasından istifadə edəcəyik. Yeni siyahı deyək, bərabərdir. Öncə list type-ını çevirməliyik və filtr funksiyasından istifadə edirik. Filtrdə funksiya hissəmiz lambda ilə olacaq. Siz deflə də yaza bilərsiniz. Lambda x x əgər sözüm mənim bərabərdirsə, funksiya hissəsindən sonra isə listimizi daxil edirik. Listimiz isə siyahıdır. Və sonrasında yeni siyahımızı ekrana yazdırırıq. Burada ana, ata deyək, sonra qardaş. Belə gördüyünüz kimi mənə ana atanı qaytardı. Çünki sağdan sola da, soldan sağa da hər iki halda eyni oxunur. Bu səbəbdən mənə palindrom sözləri qaytardı. Burada bildiyiniz kimi ilk başlanğıc indeksi göstərir, ikinci bitmə indeksini, üçüncü isə addımı göstərir. Normalda default olaraq step 1-dir, amma siz -1 yazanda isə artıq tərsdən oxumağa başlayır indeksi. Altıncı taskımızda isə istifadəçidən bir ədəd siyahısı alırıq və tək olan ədədləri faktorialını hesablayıb
ən böyük dəyərini ekrana yazdırırıq. Burada rekursiv funksiya olan faktorial funksiyasını yazmalıyıq və daha sonra ondan maksimum olanı seçməliyik. İlk öncə faktorial funksiyasını yazmalıyıq. Dep fakt deyək. Parametrimiz n-dir. Əgər faktorial funksiyasının bir neçə yazılış forması var. Mən burada sizə sadəcə birini göstərəcəm. Biz result deyə bir dəyişən yaradaq və onu 1-ə bərabər eləyirik. Çünki faktorial 0 və 1 halında olduqda 1-ə bərabər olur. Ona görə default olaraq 1-ə bərabər edirik və daha sonra for I in range deyirəm. Hansı ki 2-dən başlayaraq n plus 1-ə qədər. Burada 2-dən başlama səbəbi 0 və 1-də 1 olmasıdır və onu da burada qeyd etmişik. N plus 1-in səbəbi isə odur ki, range-də bu hissədən bir vahid kiçiyini götürür. Yəni n plus 1 deyil də artıq bitmə son dəyərim n olur. Faktorial n-də də prinsip n-ə qədər olan bütün ədədlərin hasil deməkdir. Bu səbəbdən result ulduz bərabərdir i deyirəm. Və mən də sonda istəyirəm ki, resultı qaytarsın. Bu sadə yazılış formasıdır. Siz daha rekursiv formada da yaza bilərsiniz. Onu dərsdə göstərmişdim mən sizə. Mənə resultı qaytarır. Və daha sonra funksiyamı yazdım. İstifadəçidən input almalıyam. Bu səbəbdən yenidən eyni qaydada map funksiyasından istifadə edirəm. Ədədlər deyirəm, bərabərdir list. Map funksiyasında integer type-a çevirməlidir. Çünki faktorial hesablamaq üçün daxil etdiyim dəyərlər integer type-da olmalıdır. Funksiyam int-dir. Siyahım input-la daxil etdiyim ədədlər, hansı ki onları boşluğa əsasən split edirəm. Və daha sonra mən siyahımı aldım. Amma bizdə şərtdə deyil ki, tək olan ədədlərin faktorialını hesablamalısan. Buna görə də təklər deyə bir list daha yaradıram. Burada isə artıq filter funksiyasından istifadə etməliyəm. Lambda funksiyasından istifadə edirəm. Və x əgər 2-yə bölmə qalığı sıfırdan fərqlidirsə, mənə siyahıdakı ədədləri qaytarsın. Siyahım isə ədədlərdir. Və artıq mən təkləri tapdım. Daha sonra faktorialı hesablayıram. Və faktorialda ən böyük dəyəri ekrana yazdırmalıyam. Bu üçün dəyəri necə tapıram? Ən böyük dəyəri tapmaq üçün max funksiyasından istifadə etməliyik. Max olanı tapmaq üçün isə burada həm map funksiyasından istifadə edirik. Listimizdən təkləri faktorialını tapırıq və daha sonra o tapdığımızın maksimum olanı tapırıq. Bunun üçün max funksiyasından istifadə edirik və funksiyanın daxilində listimizi yazırıq. Listimiz isə list map deyirik. Hansı ki funksiyamızın adı fact və daha sonra siyahımızın adı da təklərdir. Və bu formada yazırıq. Mən burada hamısını iç-içə yazıram, amma sizə əgər çətindirsə, tək-tək hesablayaraq da
bu formada dəyişənlər yaradaraq da istifadə edə bilərsiniz. Və run edirəm. 1, 2, 3, 4, 5 deyək. Məndə burada tək ədədlərim 1, 3, 5-dir və təbii ki, faktorial olaraq 5-in faktorialı daha yüksəkdir və o da 120-dir. Sonuncu taskımızda isə istifadəçidən yenidən bir list alırıq, ədədlər siyahısı və həmin siyahıdan rəqəmlərinin cəmi 10-a bərabər olan ədədləri ekrana yazdırırıq. Bunu sadə def funksiyası ilə ya da lambda ilə yaza bilərik. Mən lambda ilə yazacağam. İlk öncə siyahını alırıq yenidən. Bunun üçün boşluqla daxil edəcəyini nəzərə alaraq yenidən split funksiyasından istifadə edirik. Listə çevirməliyik sonda və integer olmalıdır. Bu səbəbdən map funksiyamız integer. Siyahımız isə input nöqtə split deyirik. Və siyahımızı aldıq. İndi isə rəqəmlərinin cəmi 10-a bərabər olan listimizi almalıyıq. Bunun üçün isə filter funksiyasından istifadə edəcəyik və sonda onu list tipinə çevirməliyik. Filter funksiyasında isə funksiya hissəsini lambda ilə yazırıq. Lambda x deyirik. Və bizim daxil etdiyimiz ədədlər integer type-da olur. Amma integer type-a çevirmədən də istifadə edə bilərik. Rəqəmlərinin cəmini tapmaq üçün rəqəmlərinin cəmini hesablamaq üçün int funksiyasından istifadə edirik. Və listimiz string tipində olmalıdır. Abstract deyirik, hansı ki mənfidirsə müsbətə çevirsin bir növ modulun götürmək üçün. X deyirik. Və şərtimizdə deyirik ki, cəmi 10-a bərabər olsun. Və siyahımız ədədlərdir. Sonda isə yeni listimizi ekrana yazdırmalıyıq. Run edək. Gördüyünüz kimi, daxil etdiyimiz ədədlər arasında rəqəmlərinin cəmi 10-a bərabər olan 28, 235 və 46 var idi. Onları da bizə qaytardı. Burada məntiq biraz daha uzun yazmışam. Siz bunu hər birini ayrı-ayrılıqda yeni bir dəyişən yaradaraq da edə bilərsiniz. Input daxil edirik. Mən boşluqla daxil etdim deyə splitdən istifadə etdim. Daha sonra onları split etdikdə string olur. Bu səbəbdən onları integer tipinə çevirdim və sonda list halına gətirdim. Bu mənim ədədlər listimdir. Və mən ona rəqəmlərinin cəmi 10 olan üçün filtr verməliyəm. Bunun üçün lambda funksiyasından istifadə etdim. Bir funksiya yazdım, hansı ki mənim dəyərimin modulunu gətirir. Yəni ki, mən burada mənfi dəyər də daxil edə bilərəm. Və daha sonra onu stringə çevirir. Və integer tipinə çevirdikdə rəqəmlərinin cəmi 10-a bərabər olan stringləri tapır və onlardan filtr verərək yeni bir list yaradır. Sonda isə o listi bizə qaytarır.